Salam. Bu videoda üç hərfli marketlərdən və bu marketlərin kənd iqtisadiyyatına təsirindən danışacağıq. Üç hərfli marketlər adətən aşağı büdcəli və franchising metodu vasitəsilə böyüyən marketlər olur. Azərbaycanda onların iki hərfli nümunəsi də var. Xəritədə kəndimizdəki yerli marketləri işarələmişəm. Bundan bir neçə il əvvəl kəndimizdə üç hərfli marketlər, yəni zincir marketlərin şöbələri açılmağa başladı. Bu şöbələr açılar-açılmaz kəndlilərdə yeni xasiyyətlər peyda oldu. Soruşurdum, hardasan? Deyir, bu üç hərfli marketdən bazarlığımı etmişəm, gedirəm iki hərfli marketə. Xeyirli olsun. Amma kəndlinin ancaq üç hərfli marketlərdən bazarlıq etməyi təhlükəlidir. Çünki yerli marketlərin sahibini tanıyırıq. 1 manatlıq malı 3-ə satanda kimə şikayət etməli olduğumuzu bilirik. Kimin nəsni söz demək lazım olduğunu bilirik. Amma üç hərflilər əvvəlcə 1 manatlıq malı 90 qəpiyə satar, sonra onu 2 manata qaldırar. Bizim də başqa alternativimiz olmaz. Çünki çoxdan öz kəndlilərimizi ticarətdən küstürmüş olarıq. İşin bir digər tərəfi, yerli ticarətçinin evi elə marketin arxasında olur. Ya da kəndin bir başqa hissəsində olur. Nəticə olaraq ona qazandırdığımız pul əvvəlcə bir başqa kəndimizin cibinə, oradan da bizim cibimizə gəlmə ehtimalı yüksəkdir. Amma zincir marketləri elədir. Xeyr, bilinmir sahibi kimdir? Qazandırdığımız pul Abu Dhabiyə gedir, yoxsa Monacoya gedir? Amerikada edilən bir araşdırmaya görə yerli marketlərdən edilən bazarlıqdan qazanılan pulun 50%-i həmin ərazidə qalarkən, zincir marketlərdə həmin rəqəm 15%-dən daha azdır. Bu 15% də həmin ərazidə müəyyən aşağı gəlirli insanlara iş yeri yaratdıqları üçündür. Son olaraq yerli marketləri qoruyaq, onların qədrini bilək.